Sizə növbəti bir karavanımızı göstərmək istəyirəm. 30 manatdan başlayan qiymətlərlə bu cür dənizin düz kənarında, qayalıqların arasında istirahətə nə deyirsiniz? Baxın, bizim növbəti karavandır. Karavan kifayət qədər böyükdür. Burada bir karavanımız yerləşir. Orada bir karavan var. Yəni ürəyini istəyən karavanı seçə bilərsiniz. Orada bir karavan var. Burada bir karavan var. Hansını istəyirsinizsə seçə bilərsiniz. Karavanlarımız çoxdur. Və karavanlarımız düz dənizin kənarında yerləşir. Ləpələrin səsi sizə laylay deyir və siz də qəşəng burada istirahət edirsiniz. Qarşısında stolu əyləşir burada. Çayınızı içirsiniz. Qabağında manqalı, samavarı. Manqalda kebabınızı çəkirsiniz samavarda. Samavar çayı içərək şəhərin səs-küyündən azad olaraq gəlib burada dincəlirsiniz, istirahət edirsiniz. Gəlin karavan içindən sizi tanış edeyim, ayaqqabıları soyunum ki, karavan təmizliyinə biz çox önəm veririk. Müştəri buradan yeni çıxdı. Sağ olsun, baxın. Qabları da yuyub çıxıb gedib müştəri. Karavanı da təmiz qoyub çıxıb gedib. Bəzi müştərilər var ki, çıxanda karavanı ilk gündə qoyub edirlər də. Amma bu müştəriyə həqiqətən təşəkkür düşür. Amma buna rağmen biz təzədən pastellləri dəyişəcəyik, karavanı təmizləyəcəyik. Hər karavan müştəri çıxandan sonra mütləq dezinfeksiya olunur, təmizlənir. Bu karavanın yataq otağıdır. Baxın, gördüyünüz kimi. Burada geniş bir yataq otağı var. Hər otaqdan belə pəncərələr açılır, çölə baxa bilirsiniz. Birbaşa dəniz mənzərəsidir. Şkafları var, əlavə ədyalları var. Pastellər hər müştəri çıxanda, üzr istəyirəm. Hər müştəri çıxanda pastellər dəyişir, dəsmallar dəyişir. Hamamı, tualeti, isti suyu, soyuq suyu, kondisioneri, xaladelniki. Yəni hər bir şəraiti var, isitmə sistemi. Hər bir şəraiti var. Qazı, suyu. Baxın, burada daimi suyu var, isti suyu, soyuq suyu, qazı. Hamamda da isti soyuq suyu var. Və burada da oturub hardasa 2, 4, 6 nəfər rahatlıqla burada oturub yemək yeyə bilər. Eyni zamanda bu yatır, bu stol yatır və bu da yataq olur. Burada 2 nəfər rahatlıqla yata bilir. Burada da 2 nəfər yata bilir, yəni 4 nəfər rahatlıqla yata bilir bu karavanda. Və buradan da pəncərələr var, mənzərə. Birbaşa dənizə açılır. Bax, bu mənzərədə oturub yemək yeyirsiniz. Eyni zamanda bu pəncərələr də açılır, hava gəlir içəri. Burada da bizim balaca belə bir karavanımız var. Həm də bu radiodur, kolonkadır. Baxın, yəni karavan tərtəmiz, hər bir şərait olan bir karavandır. Və karavandan mənzərəni, baxın, karavan açırsınız qapını səhər-səhər. Bu cür mənzərə ilə şahid olursunuz. Mənzərəyə baxın, karavanın açılan mənzərə.